Salam, hörmətli izləyicilər. İzləyicilər mənə sual verib şərh yerində ki, bəs 4 vərəsə var. Onun 3-ü gedib pay götürmüsə və yaxud fikir bildirmiş ki, mən pay istəməm. O halda 4-cü vərəsə gedib pay götürə bilərmi? Yəni oranın razı olmadan. Eyni zamanda xahiş edir ki, danışın ki, bağışlamadan sonra vərəsə pay götürə bilərmi? O barədə də fikir bilmək istəyir. Ona görə mən hüquqşünas Zaur Seyidzadə qərara gəldim ki, birinci videoda məlumat verim və vərəsəyi qanun üzrə paydan, məcburi paydan, vəsiyyətnamə payından bir də bağışlamalar. Əgər kiməsə maraqlıdırsa videonun sonuna qədər izləsin. Yəni hər şey ətraflı məlumat olacaq. Amma hörmətli izləyicilər, bu anons formasında verildim. Videonun bir qısa hissəsini həmişə qoyan şort bölməsində orada o və adın yazılan ki, hansı videodur. Oradan daxil olub tam videoya baxa bilərsiniz. Eyni zamanda bu anons hissəsində məlumat vermək istəyən ki, əvvəlcədə əgər kimsə hüquqi yardım almaq istəsə, mənim telefonuma videonun izahı yerində YouTube kanalına qeyd olunur. Eyni zamanda YouTube kanalı şort bölməsində istənilən videonun üzərində var. Hörmətli izləyicilər, nəzərə alın. Bir məsələni də qeyd etmək istəyirəm. Mən hüquqşünas Zaur Seyidzadə, hüquqşünas kimi və əli təşkilatının rəhbəri kimi, eyni zamanda əlvi olan şəxs kimi, yəni əl arabasında olan şəxs kimi dünyanın 40 tanınmış əlvləri haqqında araşdırma aparmışam, maraqlı bir kitab hazırlamışam. Həmin kitabı 20 manata satıram. Zəhmət olmasa videonu bəyənin, qoy hamı bilsin, eyni zamanda öz hüquqlarını da bilsin. Biz isə keçib mövzuya, hörmətli izləyicilər. Və onu qeyd edin ki, imkan daxilində kimin imkanı varsa kanalı iyanə də edə bilər, dəstək üçün. Və keçib mövzuya. Əvvəla onu qeyd edin ki, mülkiyyət sahibi əmlakını bağışlayıbsa başqa bir şəxsə, məcburi pay olan şəxsdə həmin paydan şikayət 2 il ərzində verə bilər və məcburi pay tələb edə bilər. Bəs məcburi pay tələb edənlər kimdir? Onu qeyd edin. Məcburi pay tələb edənlər mülkiyyət sahibinin ata və anası, yəni valideynləri, arvad, bir də oğul qızları, yəni evlatları nəzərə alın. Hörmətli izləyicilər. Əsas məsələdən biri. Bunlar məcburi pay üzrə vərəsə hesab olunurlar. Yəni birinci dərəcə vərəsə hesab olunurlar. Qanun üzrə də vərəsə var, onlar ikinci dərəcə vərəsədir. Onlar kimdir? Bacı qardaş uşaqları, əmi dayı, bunlar ikinci dərəcə vərəsə hesab olunur. Nəzərə alın. Amma birinci dərəcə vərəsə dediyim kimi,